Bu arada ateşkəs də gündəmdədir, çünki Rusiya prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 80-ci il dönümü günlərində ateşkəs elan edib. Rusiya ordusu mayın 7-dən 8-nə keçən gecə saat 00:00-dan mayın 10-dan 11-nə keçən gecə saat 00:00-a dək döyüş əməliyyatlarını dayandıracaq. Rusiya tərəfi ilkin şərtlər olmadan sülh danışıqlarına hazır olduğunu bəyan edir. Rusiya hesab edir ki, Ukrayna tərəfi bu nümunəni də izləməlidir. Əgər ateşkəs pozularsa, Rusiya ordusu adekvat və effektiv cavab verəcək deyə Kremlin bir açıqlaması var. Görək, bu ateşkəsə gediləcəkmi? Ukrayna və ya gedilsə belə, Ukrayna bundan sonra ateşkəsi həmin müddət ərzində pozacaqmı? Yəni, daha doğrusu Avropanın dəstəyi ilə. Çünki onlar da müəyyən bir addım atmağı planlaşdırır. Rusiya-Ukrayna cəbhəsinə bir nəzər yetirək istəyirəm. Studiya qonağımız var, siyasi şərhçi Vəli Əlibəyov bizimlədir. Xoş gəlmisiniz, Vəli bəy. Hər vaxtınız xeyir. Putin yenə təkliflə çıxış elədi. Məhz mayın 9-una görə, yəni onun şərəfinə bir neçə günlük, qısa müddətli də olsa ateşkəs və dedi ki, Ukraynada bundan bir örnək götürməlidir. Ancaq ateşkəs pozulduğu təqdirdə biz də adekvat cavabımızı verəcəyik. Sizcə bu müddətdə Ukrayna özünü necə aparacaq? Ondan başlayaq ki, 9 may Rusiya üçün çox əlamətdar bir gündür. Tək tarixi baxımdan yox, eyni zamanda bu bir PR nöqteyi nəzərindən əlamətdar bir gündür və Putin bundan geniş surətdə istifadə etmək istəyir. İkincisi, ateşkəs məsələsi. O ateşkəs məsələsinə yenə də dünya ictimaiyyətinin diqqətini həmin tarixə yönəltmək istəyir. Bilirsiniz ki, Rusiya Ukraynada başladığı müharibənin əsas leytmotivi orada nasizmin güya ki, aradan qaldırılmasıdır və ayın 9-da da faşizm üzərində qələbə qeyd olunur və bunu paralel apararaq dünya ictimaiyyətinə göstərmək istəyir ki, biz hələ də faşizmlə, nasizmlə mübarizə aparırıq. Yəni, belə bir məsələdir və ateşkəslə o məhz bunu göstərmək istəyir. Elə bu yaxınlarda, səhv etmirəmsə, elə bugün səhər idi, Ukrayna tərəfi də Rusiya müraciət edərək ateşkəsi niyə məhz 8-9-una salmasını soruşur. Deyir ki, bunu bugün də edə bilərdik biz. Yəni, belə bir sualla da müraciət edib. Yəni, demək istədiyim odur ki, tərəflər arasında etibar uçurumu o qədərdir ki, heç bir tərəf bir-birinə inanmır artıq. Və digər tərəfdən də ki, ateşkəsin pozulacağı təqdirdə bunu kim birinci edib, onu da müəyyən etmək üçün real mexanizmlər yoxdur. Ona görə də biz bu günləri ola bilsin ki, Rusiya tərəfi bu ateşkəsi elan etsin və buna riayət etsin. Amma kim tərəfindən pozulacaq, biz onu bugün deyə bilmərik. Yəni, Ukrayna poza bilərmi sizcə? Ukrayna dediyim, orada daha çox Ukraynaya diktə edən tərəflər var. Yəni, söhbət Avropadan gedir. Hər şey ola bilər burada. Bilirsiniz, həm Rusiyanın özündə, həm də Ukraynanın özündə orduda bir hakimiyyətlik yoxdur təəssüf ki. Orada da müxtəlif qruplaşmalar var və onların bir hissəsi əgər sülh sazişini istəyirsə, ateşkəsi istəyirsə, digər tərəfi bunu istəmir. Yəni, ona görə də təxribatlar, belə bir şey ola bilər. Əlbəttə ki, təxribatlar mümkündür və hər iki tərəfdən də bunu gözləmək olar. Adətən müharibə başlayan vaxtlarda mən xatırlayıram, belə fikirlər də daha çox səsləndirilirdi. Deyək, Rusiya tərəfdən o addım atılmırdı, ancaq Ukrayna tərəfdən elə bir mühit yaradı və ya əksinə də bu proses olurdu ki, qarşı tərəf sanki hücum edibdi, ancaq özləri edirdilər ki, sanki qarşı tərəfi ittiham edib hücuma keçsinlər deyə. İndi belə bir variant da yenə ola bilərmi? Məsələn, Rusiya bu varianta gedərmi? 2 günlük, bir neçə günlük ateşkəsi elan eləyir, ancaq özü hansısa bir formada müəyyən şəxslərlə təxribat törədib əlini daha da gücləndirməyə gedərmi? Əlbəttə ki, müharibə zamanında belə hallar tez-tez baş verir və bundan heç kəs sığortalanmayıb. Biz bunun şahidi ola bilərik, əlbəttə ki. Bu arada düzdür, ateşkəsdən danışmışkən Peskovun bir açıqlaması var. Bu yeni xəbərlərdən biridir ki, Kreml Vladimir Zelenskinin 30 günlük ateşkəs barədə fikirləri ilə tanışdı. Lakin hesab edir ki, bütün nüansları həll etmədən belə uzun müddətli ateşkəsdən danışmaq mümkün deyil. Yəni, bir növ Rusiya Zelenskinin təklifini görürük ki, qəbul eləmir. Yəni, uzun müddətli ateşkəsə gedəcək. Sizin qeyd elədiyiniz kimi etibarı mı yoxdur? Bir tərəfdən etibar yoxdur, digər tərəfdən burada hesablamalar, hər bir tərəf hesablayır ki, bu ateşkəs kimə nə verəcək? Bəzi mütəxəssislər düşünür ki, ümumiyyətlə ateşkəs olarsa, hansı tərəf bundan daha çox dividend əldə edə bilər? Çünki hər kəs çox gözəl başa düşür ki,
baş verəcək hər hansı bir atəşkəs tərəflər üçün yenidən güc toplamasına sərf olunacaq, resurslarının səfərbər edilməsinə sərf olunacaq. Çünki bu yaxınlarda cənab prezident İlham Əliyev də qeyd etmişdir ki, müharibə atəşkəslə bitmir. Atəşkəs sadəcə bir fasilədir və yenidən müharibənin alovlanmasına xidmət edən bir məsələdir. İkinci bir məsələ, bəli, etibar sıfır səviyyəsində tərəflər arasında. Misal üçün, Rusiya tərəfi qeyd edir ki, onlar Ukraynanı hər hansı bir şərtsiz olaraq sülh bağlamasına, sülh sazişinin bağlamasına çağırırlar. Lakin nəzərə alsaq ki, hazırdakı status quo Rusiyanın xeyrinədir. Çünki Rusiya Ukrayna bir çox ərazisini işğal edib və onlar üçün bu status quo-nun saxlanılması əlbəttə ki, sərf edir. Ona görə Ukrayna da buna getməyəcək əlbəttə ki. Bu baxımdan da 30 günlük atəşkəsin olmasını Rusiya buna görə qəbul eləmir ki, özlərinin şərtləri bəli, Rusiyada ola bilsin o Ukrayna tərəfinin irəli sürdüyü təkliflərdə Rusiyanı qane etməyən hansısa bir məqamlar var. Bu arada elə bununla bağlı münasibətlər də var. Andrey Sibiqanın da bir qeydi var ki, Rusiya doğrudan da sülh istəyirsə, hərbi əməliyyatları dərhal dayandırmalıdır. Putinin elan elədiyi bir tərəfli atəşkəs müddətinə şübhə ilə yanaşdığını da vurğulayıb. Yəni, inanmırlar Putinin atəşkəsinə də. Bəli, çünki Rusiya bir tərəfdaş kimi öz etibarını çoxdan itirib. Nəinki bu Ukrayna müharibəsində, ümumiyyətlə əvvəllər də belə olub. Ona görə də Rusiyanı və Putini və Rusiyanı beynəlxalq səviyyədə heç kəs etibarlı tərəfdaş kimi qəbul etmir artıq. Bu arada Birləşmiş Ştatların da mövqeyi çox önəmlidir hər iki tərəf üçün. İlkin başlardan elə görünür ki, bu təbii ki, həm Qərbin, həm də Ukraynanın mövqeyidir ki, Birləşmiş Ştatlar heç də Ukrayna tərəfindən çıxış eləmir, həmişə Rusiya yönümlü açıqlamalar verir və ona uyğun addımlar da atır. David Vance'in də Birləşmiş Ştatların vitse-prezidentinin də bir açıqlaması var ki, Rusiya ilə müharibəyə girmək yəni ağılsızlıq kimi bir şeydir. Çünki Rusiyaya heç gün qalib gələ bilməz kimi bir açıqlaması var. Deyir ki, əgər bu müharibə, hərbi əməliyyatlar davam eləsə, onda nüvə eskalasiyası mümkün ola bilər. Yəni, ehtimal varmı razılığa gəlinməsə? Əlbəttə ki, bunun çox böyük, bunun ehtimalı həddən artıq yüksəkdir və Trumpın hələ prezident kampaniyası zamanı bu barədə bəyanat verməsi ki, o hakimiyyətə gələrsə qısa müddət ərzində müharibənin sonlanmasına çalışacaq. Bu məhz bu baxımdan idi. Çünki əlbəttə ki, ekspertlər və politoloqlar, analitiklər başa düşürlər ki, müharibə belə davam edərsə, hər iki tərəf həqiqətən də güclüdür. Söhbət Avropa İttifaqı, NATO ölkələri və Rusiyadır. Bunların resursları demək olar ki, tükənməzdir. Bu sinir müharibəsidir. Sonda hansıların sinirləri dözməyəcəksə, onların hər ikisinin əlində nüvə silahı var və onlar bundan istifadə edəcəklər. Rusiya tərəfi dəfələrlə bu barədə bəyanatlar da verib, təhdidlər də edib və həqiqətən də hadisələrin inkişafı onu deməyə əsas verir ki, əgər belə davam edərsə, NATO ölkələri Ukraynanı deməli dəstəkləməyə davam edəcəksə, bəli, bunun sonu əlbəttə ki, nüvə toqquşmasına nəticələnə bilər. Bu arada düzdür, biz daha çox Rusiya tərəfinin şərtlərini eşidirik. Yəni, Ukrayna tərəfdən hansısa önəmli şərtlərin belə dilə gətirildiyi, işıqlandırıldığını çox da görə bilmirik və şərtlərin ən çox ağırlığı da elə Rusiya tərəfdən gəlir, belə baxsaq. Və Birləşmiş Ştatlar da buna təkid edir ki, Ukrayna sən buna getməlisən deyə, ikinci alternativin, yəni şansın yoxdur deyə. Əgər və bu vaxtlarda da bir şərtlər də irəli sürülmüşdü ki, deyilənə görə Trump əgər bu razılığa gedilməsə Rusiya ilə Ukrayna arasında, Trump bu danışıqlardan geri çəkiləcək. Sizcə onun geri çəkilmək kimi bir ehtimal varmı? Nəzərə alsaq ki, özünün də orada mənafeyi var. Hansı ki, yeraltı sərvətlərlə bağlı bir təklifi də var Ukraynaya. Yəni, o da onu itirə bilər. Həqiqətən Trump geri çəkilərmi? Yoxsa bir növ blöftümü deyə bilərikmi? Yoxsa ümumiyyətcə, həqiqətən elə bir fikri var, məsuliyyətimi çiynindən atmağa çalışır. Yəni, hansı variantdır? Bu çox böyük ehtimalla ola bilər. Çünki sülh sazişi bağlanmayan hər gün Trumpın və Amerika Birləşmiş Ştatlarının bir super güc kimi imicinə xələl getirir. Çünki yanvar ayından Trump qeyd etmiş ki, qısa müddət ərzində sülhə nail olacaq. Ancaq hadisələrin axırı göstərir ki, bu belə deyil, mümkün deyil. Tərəflər sülhə razı deyirlər və hazır deyirlər. İkinci bir məsələyə toxunmaq istəyirəm. Sizin çox düzgün vurğuladınız ki, burada əsas yük Ukrayna üzərinə düşür və
daha çox tələblər Ukrayna tərəfinə yönəlir. Əlbəttə, bu belə də olmalı idi. Çünki Rusiya nüvə silahına malik bir super gücdür və Amerika Birləşmiş Ştatları istəmir, yəni ona daha çox təzyiq etməyi istəmir, bilir, başa düşür ki, Rusiya buna getməyə də bilər. Amma hazırda Ukrayna çox zəif bir halqadır. O onsuz da itirib və ona müəyyən bir iqtisadi sanksiyalar, hərbi yardımın azaldılması və ya tam kəsilməsi onu Rusiyanın təkbətək qoya bilər və Ukrayna razılaşa bilər bununla. Və bu gün də Amerika Birləşmiş Ştatlarının da əsas istəyi ondan ibarətdir ki, özü geri çəkildiyi kimi, kənara çəkildiyi kimi Avropa İttifaqı ölkələri də Ukraynaya yardımı kəssinlər və bununla da Ukrayna çıxılmaz vəziyyətə düşüb Rusiya ilə necə deyirlər, məğlubiyyət sülhünə razılaşsın. Sizcə geri çəkilərmi Avropa, yoxsa məsuliyyəti əksinə daha çox öz üzərinə mi götürər? Yəni daşın altına əlini qoyarmı Avropa? Əslində istəməz. Çünki başa düşür ki, Ukraynanın məğlubiyyətindən sonra növbə digər ölkələrə çata bilər. Çünki Rusiyanın siyasəti qlobal bir siyasətdir. Nəinki keçmiş Sovet İttifaqının bərpası, eyni zamanda daha geniş əraziləri nəzərdə tutan bir siyasət yürüdürlər. Digər tərəfdən isə Avropa İttifaqının özünün də iqtisadi vəziyyəti o səviyyədə deyil ki, onlar Ukraynaya ardı kəsilməz yardımlar etsin. Yəni o baxımdan onlar istəsələr də buna nail ola bilməzlər. Çünki Amerika Birləşmiş Ştatlarının yardımlardan imtina etməsi onları daha çox yük altında qoyur və bu da eyni zamanda onların iqtisadiyyatına da çox mənfi təsir göstərə bilər. Bəli, Avropanın amma müxtəlif formalarda biz hərəkətlərini gördük. Əvvəlcə geri çəkilməyi düşündü. Daha doğrusu Birləşmiş Ştatlara da təkid göstərdi, təzyiq etdi. Gördük ki, yox, Birləşmiş Ştatlardan bir səs soraq çıxmır. Zelenskini bir növ yolladı Vaşinqtona ki, ondan danışıqlar olsun. O da istədiyi kimi olmadı. Yenidən məcbur etdilər ki, bəs Birləşmiş Ştatlarsız biz heç bir şeyi həll edə bilmərik. Gördük, yox, Trump o adam deyil, istədiyini verməyəcək bunlara. Daha sonra təşkil elədilər özlərinin samitlərini, müxtəlif görüşlərini. Gördük, bu da bir çıxış yolu olmayacaqdı. İndi qalıb belə Avropada iki daş arasında. Bu arada yeni xəbərlərimiz də var, hansı ki, Ukraynaya dəstək ilə bağlı bir məsələdir. Vəlbəy, deməli, nədən ibarətdir xəbər? NATO Parlament Assambleyasının prezidenti bir çağırış edib və deyir ki, Ukraynaya təcili formada biz hərbi yardımı, dəstəyi səfərbər etməliyik, daha da artırmalıyıq və bunun üçün xüsusi fond yaratmışıq Ukraynaya yardım etmək üçün. Çünki Ukraynanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə hüququ, o cümlədən NATO üzvlüyünə dəstək mesajlarımız aydındır, prioritetlərimiz aydındır və təcili ehtiyacları Ukraynanın qarşılanmalıdır və buna biz davam etməliyik deyə. Bir müddət öncə Rusiya da qəti olaraq təkliflərini dedi ki, NATO məsələsi ümumiyyətlə aradan qaldırılmalıdır. Bunu Trump da bir dəfəlik vurğuladı ki, yəni bu artıq variantlar içərisində olmamalıdır, çıxarmalısınız. İndi ancaq NATO Parlament Assambleyasının prezidentinin yenidən belə bir şirinlikləndirici təklifini görürük Ukraynaya ki, alyansa mütləq formada yenə üzv olacaqsınız və maliyyə dəstəyi də artırılacaq. Həqiqətən maliyyə dəstəyi ilə bu problem həll olunacaqmı? Nəzərə alsaq ki, silahlar Amerikadan gəlir. Ümumiyyətlə onu deyək ki, beynəlxalq təşkilatlar, o cümlədən NATO'nun özü, bunlar yekdil bir orqanizm deyil və orada bir çox dövlətlər təmsil olunub və hərəsinin də öz siyasi maraqları var. Və bu günləri NATO rəsmisinin nəsə açıqlaması bu o demək deyil ki, səs verməyə gəldikdə bütün dövlətlər bunu dəstəkləyəcəklər. Yəni bu məqam belə. Çünki xatirinizdədirsə, 2008-ci ildə NATO Ukraynanı öz sıralarını qəbul etməklə bağlı bəyanat vermişdi və məhz bundan sonra Ukrayna tərəfi cəsarətlənmiş, buna arxain olaraq müstəqil siyasət yürütməyə başlamışdı və Rusiyadan qaçma mövqelərini gücləndirmişdir. Amma fakt onu göstərdi ki, nə 2014-cü ildə, nə də ondan sonraki müddətdə NATO bununla bağlı nə Ukraynanın öz sıralarını qəbul etdi və əksinə sizin də dediyiniz kimi bu günləri Trump NATO'nun demək olar ki, aparıcı ölkəsinin rəhbəri qeyd edir ki, Ukrayna heç zaman NATO'da olmayacaq. Maliyyə tərəfinə gəldikdə isə, bəli, maliyyə vacibdir, ancaq silah qədər yox. Silahın da, bugün Ukraynaya lazım olan silahın da əsas hissəsini Amerika Birləşmiş Ştatlarında istehsal edilən silahlar təşkil edir. Ukrayna düzdür, özü də silahlar
istehsal etməyə başlayıb, amma bu çox azdır. Ona görə də nə qədər maliyyə olsa belə, son nəticədə yenə də silah-sursat təminatı vacib rol oynayır və müharibənin gedişatına maliyyə ilə təsir etmək olduğu çətindir. Bu arada elə xarici ekspertlər də bu fikirdədirlər ki, əgər bu cür davam eləsə, Ukrayna nəinki ərazilərinin demək olar ki, böyük bir hissəsini, həm də bundan sonra əgər Avropanın məsuliyyətsizliyi bu cürdə davam etsə, təhlükəsizlik zəmanətini də itirəcək. Həm fikirsinizmi bundan? Artıq Ukraynanın demək olar ki, təhlükəsizlik zəmanəti yoxdur. Trump bundan geri çəkilir. Bəli. Artıq onun da qarantiyasını mı vermir? Bəli, əlbəttə ki, o ondan geri çəkilir. İkinci, o nəinki Ukraynanın, ümumiyyətlə Avropanın təhlükəsizlik məsələsindən də necə deyərlər, əlini üzür, əl çəkir. O qeyd edib ki, Avropada baş verənlər, oran təhlükəsizliyi Avropa İttifaqına daxil olan, ümumiyyətlə Avropa ölkələrinin öz işidir. Bu günlər Donald Trump daha çox daxili siyasətə, ABŞ iqtisadiyyatının yüksəlməsinə və eyni zamanda Çinlə qlobal müharibəyə hazırlaşır. Ona görə də o bu gün istəmir ki, resurslarını Ukraynadakı müharibəyə və ya ki, Avropanın təhlükəsizliyini təmin etməyə yönəltsin. Yəni özünün başqa bir hədəfləri var əslində, deyə bilərik. Bu arada Rusiyadan danışmışkən Mariya Zaxarovanın da bu məsələyə aid ola biləcək, ancaq başqa bir ölkənin də adı hallandı çıxışı zamanı. Estoniya tarixində mayın 5-dən 23-nə qədər keçiriləcək böyük beynəlxalq hərbi təlimlər olacaq deyilib və onun haqqında bir açıqlama verib ki, Estoniya Ukraynaya baxıb özünə nəticə çıxarmalıdır deyə. Bu nə açıqlama idi? Yaxşı, Estoniyanın məsələyə nə aidiyyatı? O hansısa bir addım atmağa çalışır? Rusiyanın xəbərdarlığı nədir? Bu açıq bir təhdiddir. Bir neçə müddət bundan qabaq Avropa ekspertlərindən biri Ukraynadan sonra hansı ssenarilər gözləyə biləcəklə bağlı bir ssenari hazırlamışdı, proqnoz vermişdi və bu proqnoza görə Rusiya Ukraynadan sonra Baltikyanı ölkələrin birinə hücum edəcək və ola bilsin ki, bu ölkə Estoniya olsun. Yəni, Mariya Zaxarovanın da açıqlanması belə bir planların həqiqətən də olduğunu göstərir və bu açıq bir təhdiddir qeyd etdiyim kimi və nəinki Estoniyaya, ümumiyyətlə bu günləri həm keçmiş Sovet respublikalarına və bu günləri Rusiyanın əleyhinə Ukraynanı dəstəkləyən ölkələrə yönlənmiş bir xəbərdardır, bir mesajdır. Bir növ təhdiddir deyirsiniz. Təhdiddir, bəli. Təşəkkür edirəm, Vəli bəy. Mən təşəkkür edirəm. Minnətdaram təhlilləriniz üçün.